PlayStation alarkən dostlar, əsas nəyə diqqət eləməliyik və proşipkaya yarayıb yaramadığını bu video şəklində sizə izah eləyəcəm geniş şəkildə. Siz də PlayStation alarkən oyunları ucuz qiymətə yazdırmaq istəyirsinizsə, mütləq və mütləq proşipkalı model götürməlisiniz. Bugünkü gün PlayStation 4-lərdə 3 seriya proşipkaya yarayır. Model olaraq fərqi yoxdur. Pro da ola bilər, Slim də ola bilər, Fat da ola bilər. Yəni burada modelin heç bir fərqi yoxdur. Sadəcə olaraq alanda bax yuxarı bölməyə qalxırsınız, nastroyka bölməsinə. Daxil oldun bura, düşürsən aşağı. Burada sistem. Yəni telefonlarda olduğu kimi Android 5, 6, 7 bunun da öz sistemli proqramlı обеспечениясы var. İnformasiya sistem daxil olduq. Sistemli proqramlı обеспечение 6.72. Proşipka başlayır bu seriyadan. Aşağı da ola bilər, problem deyil. 6.70, 6.00. Hər neçə olur olsun, fərq eləmir. Əsas proşipka gedir 6.72 versiya. Sonra gəlir dostlar, burada 9.00 da yaza bilər. 9.00. 9.00 yazıbsa bu o deməkdir ki, buna da proşipka yarayır. Və ən axırıncı 11.00. Nəzərinizdə saxlayın. PlayStation-ı alırsan, bu videoya baxırsan. Burada 11-dən yuxarı yazıbsa 11.02, 11.50, 11.52, 12.00, 12.02, 12.50. Yəni 11-dən yuxarıdırsa, sistem 11-dən yuxarıdırsa, ona proşipka yaramır. Və proşipkanın qiymətləri mən sizə deyim. Bax bu məsəl üçün 6.72, 9.00 versiyalar üçün. Bir dənə flash kart lazım olur 9.00 üçün, 6.72 üçün yox. Flash kart lazım olur. Hardasa 10 manata, 20 manata proşipka eləmək başa gəlib çıxır. Amma 11-ci versiyada 9-dan yuxarıdırsa versiya, yəni proşipkaların da növləri var. 11-dən yuxarıdırsa, 9-dan yuxarıdırsa 9.2, 9.60, 10, 10.50, nə bilim 11. Bunlara artıq aparat vasitəsilə, LAN kabel aparat vasitəsilə olunur. Onlardan da bizdə satışda var. Qiyməti də cəmi hal-hazırda endirimdədir, 50 manatdır. Və dostlar, onu mən sizə deyim ki, bu proşipkanı biz eləyirik. Niyə görə ki, bugünkü gün PlayStation Store-da oyunlar çox baha qiymətə yazılır. Müştərilər var ki, gücü çatır, misal üçün 400 manat, 500 manat, 600 manat civarında pul düzəldib, PlayStation-a, konsola gücü ancaq çatır da almağa. Bizdə də belə bir şey var ki, daha konsola aldıq, efsio. Elə bilirik ki, elə oyun da onun içərisində olacaq, hər bir şey də olacaq. Elə deyir dostlar, alarkən məlumatınız olsun. Bu qədər video paylaşıram sizlərə ki, oyunları baha qiymətə yazdı. Söz yox, biz yuxarı versiyalara da oyun yazırıq. Yəni proşipka olmayanlara da yazırıq. Sadəcə olaraq bu mövzunun üzərində ona görə dayanıram ki, mən buna oyun ucuz qiymətə yazılır. Tamam, bunun da minus cəhətləri var. Proşipka işlədən özü başa düşməlidir ki, yəni bu legal olan bir şeydir. Bu oyunlar söz yox, orijinal eyni qrafikada olan oyunlarda heç bir fərqi yoxdur. Hətta proşipkanın üstün cəhətləri daha çoxdur. Sən belə universal online-la. Deməyim odur ki, dostlar, ucuz qiymətə belə alsınız. Yəni mütləq və mütləq PlayStation-in sistem versiyasına baxmalısınız. Baxmasız siz uduzacaqsınız. Satan adam onsuz da içərisində oyun oldu, olmadı, satır. İndi sən də qiymətdə razılaşmısan, gedirsən, alırsan. Mütləq 6.72, 9 bu versiya olan versiya aralarında alın ki, oyunları da ucuz qiymətə yazdıra bilərsiniz. Yeri gəlmişkən bu PlayStation-da bizdə satışdadır. 6.72 versiyadır, Pro da modeldir.